Jalenin Şimali Amerika izahından sonra Fatimə iddialıdır ki, Cənubi Amerikanı mən daha yaxşı izah edirəm. Buyur, materikin sahəsi və əhatə olunduğu okeanlar. 17,8 milyon kadar kilometredir. Materik şərqdən hansı okean? Atlantik okean. Materik qərbdən hansı okean? Yaxşı, materikin şimalında hansı dənizdir? Karib denizi. Bəs materik cənubdan hansı boğazla Antarktidadan ayrılır? Deyip boğazı. Bəli, materikin qərbində hansı dağ sistemi ən uca zirvə? Ant dağ sisteminde en uzun zirvesi ise Akanva 69-60. Bəs materikdə ən çökək yer hansıdır? Sadece Nastika sayısı 42. Yaxşı. Materikdə digər güc təhlilləri məsələn nə demək var? Guyana yaylasında ən uca zirvə, Roraima 28-75, Braziliya yaylasında Bandera 28-97. bəs İlyanpu dağı 60-62. çox gözəl. Düzənliklərlə davam edir. Buyur, hansı düzənliklər var? Orman kavaları, Guyana yaylası, Amazon ormanı, Braziliya yaylası, Atlantalar, Patagonya yaylası. Bəs Ant dağlarında yayla, Altlan. altiplan. Materikdə səhra, dünyanın ən quraq səhrası Atakama səhrası. Yaxşı. Davam eləyək. Materikin ucqar nöqtələrini qeyd elədik. Buyur, ucqar şimal nöqtəsində qeyd elədik. Galinas burnu, Cənubda, Fuart burnu, şərqdə və qərbdə uyğun olaraq. şərqdə Cabo Branco burnu, qərbdə Parias burnu. Bəli. Bəs materikdə Ant dağında hansı vulkanlar tanıyırsan, onları da göstər. Ruiz vulkanı, Cotabato vulkanı, Chimborazo dağı, 6310, bu çömüş vulkanıdır. Digərlər fəaliyyətdə San Pedro Luarco vulkanı. Yaxşı. Lülyako dünyada ən hündür fəaliyyətdə olandır. Chimborazo da dünyada ən hündür sönmüş vulkandır. Belə, Cənubi Amerika haqqında bu qədər.